Space xəbərə baxırsınız. Prokurorluq və polis uzun illərdən bəri gizli qalan cinayətin üstünü açıb. Hadisə 2014-cü ildə Sabunçu rayonu Sabunçu qəsəbəsində baş verib. Müəllimin evinə uğurluğa gələn şəxs cinayət törədərək qaçıb və uzun zaman istintaqdan gizlənə bilib. Cinayət hadisəsinin təfərrüatları barədə daha ətraflı əməkdaşımız Rəşad Vəkiloğlu'nun sujetindən məlumat əldə edəcəyik. Il öncə uğurluq məqsədi ilə getdiyi mənzildə cinayət törədib qaçmağı bacarmışdı. Lakin prokurorluq və polisin peşəkarlıqla həyata keçirdiyi istintaq və əməliyyat axtarış tədbirləri nəticəsində ağır cinayət hadisəsini törətməkdə şübhəli bilinən 35 yaşlı Hüseyn Cəfərov saxlanılıb. Baş prokurorluğun yaydığı məlumatda da qeyd olunur ki, Hüseyn Cəfərov Namiq Hənifəyevi ictimai təhlükəli əməlin qarşısının alınması üzrə ictimai borcunu yerinə yetirən zaman bıçaqlayaraq qətl yetirib. Hüseyn Cəfərov dekabrın 1-də Cinayət Məcəlləsinin 126.3-cü, yəni qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda maddəsi ilə təqsirlənən şəxs qismində cəlb olunub, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilib, müstəntiqin vəsadəti və ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında Sabunçu rayon məhkəməsinin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Yəsinə heç bir şey olmuyor. Yəsi qadındır, müəllimədir burada. Bunlar özləri çox sakit, təmiz, pak insanlardır. Heç kimdən işləri yoxdur. Sadəcə olaraq gəlib də oğruna gəlib, bu haraya gəlib ki, bunu tutsun, saxlasın. O da ki, oğru nə etməlidir, vurub çıxmalıdır ortadan. Hüseyn Cəfərovun oğurluğu üçün seçdiyi müəllimə aid olub və ona həmən evdə küllü miqdarda pulun olması barədə məlumat verilib. Görmədim, qaranlıq idi. Qaranlıq idi. Yəqin ki, maskalı idi də. Görsəydik, açardıq. Neçə bıçaq vurmuşdu ona? Bilmirəm. Vurdu, qaçdı, elə hadisə yerində öldü, yoxsa sonra xəstəxana... Yox, çöldə, küçədə, hadisə küçədə başlayır. Təşəkkür edirəm, xanım. Çox sağ olun, minnətdarım. Sağ olun. Ev sahibi deyir, hava qaranlıq idi. Oğrunu görüb şok keçirməsindən sonra qışqıraraq köməyə qonşuları çağırıb. İlk olaraq səsə onun evində usta işləyən Namiq Hənifəyev öz evindən gəlib. Namiq oğrunu zərərsizləşdirməyə çalışsa da, o bıçaqla hücuma məruz qalır. Qatil isə hadisə yerindən qaçmağı bacarır. Qətl bu mənzildə tamam məqsədi ilə törədilib. İddialara görə mənzilin sahibi müəllim olub və elə cinayətkar da mənzili soymaq məqsədi ilə evə daxil olub, lakin ifşa olunduğunu görüb buradan qaçmaq istəyərkən bu evdə usta işləyən şəxs onu zərərsizləşdirmək istəyib, lakin bu mümkün olmayıb. Həmən şəxs üzərindəki bıçaqla usta bir neçə zərbə vuraraq hadisə yerindən qaçmağı bacarıb. Lakin 11 ildən sonra o ələ keçib. Hazırda sözgedən cinayət hadisəsi ilə bağlı istintaq tədbirləri davam etdirilir. Rəşad Vəkiloğlu, İlkin Həsənov, Space xəbər.